Bismillah, Esselamu Aleyküm ve Rahmetullah. Bu videoda sizinle yeni bir duanı öğreneceğiz. Bu dua işlerimizi rahatlaştırmaq, Allah'tan onları bizim için asanlaştırmasını arzulamakla bağlıdır. Allahümme la sehle illa ma cealtehu sehlen ve ente tec'alul hazana izâ şi'te sehlen. Gəlin duanın mənasına ilk öncə sözbəsöz baxaq. Allahümme, ey Allahım, la sehle, səhl asan deməkdir. La səhl heç nə asan deyil deməkdir. Ey Allahım, heç nə asan deyil. İllə mə cealtəh səhlən. İllə başqa savayı deməkdir. Mə hansı ki və ya nə deməkdir. Cealtəhu sənin etdiyin. İllə mə cealtəhu sənin etdiyindən başqa. Səhlən asan. Allahümme la səhlə illə mə cealtəhu səhlən. Ey Allahım, sənin asan etdiyindən başqa heç bir iş asan deyil. Bir müsəlman həmişə yalnız Allahdan kömək diləməlidir. Müsəlman heç vaxt çətinliklərlə qarşılaşdıqda geriyə dönmür. Çünki o Allaha inanır, güvənir və Allahdan işində asanlıq, rahatlıq diləyir. Əgər nəyisə rahatlıqla etməyi bacarırıqsa, bu bizim bacarığımıza görə yox, Allahın o şeyi bizim üçün asan etməyinə görədir. Buna görə də ona minnətdar olmalıyıq. Bir şeyi də xatırlamaq lazımdır ki, bacarıq yalnız Allah tərəfindən verilən bir şeydir. Odur ki, nə vaxtsa çətinliklə qarşılaşsaq, saf inamla bu duanı oxumalıyıq. Çünki nəyisə asan etmək Allah üçün problem deyil. Allahın sonsuz gücü var və hər şeyi idarə edə bilir. Gəlin duanın ardına baxaq. Və əntə tec'alul hazana izə şi'tə səhlən. Və sən istəsən, çətin işi asanlaşdırarsan. Və əntə və sən deməkdir. Tec'alu sən edirsən. Və əntə tec'alu və sən edirsən. Əl-hazana həzənə çətinlik və ya narahatlıq deməkdir. Şi'tə sən edərsən. Əgər bu sözün əvvəlinə izə əlavə etsək, sən istəsən mənasına gəlir. Bu, cəə sözünün qarşısına izə cəə artırmaqla o gələndə sözünün əmələ gəlməsi kimidir. İzə cəə nəsrullahi, Allahın köməyi gələndə. Beləliklə, izə şi'tə sən istəsən, səhlən asan deməkdir. Və əntə tec'alul hazana izə şi'tə səhlən. Və sən istəsən, çətin işi asanlaşdırarsan. Və ya sən istəsən narahatlığı, sıxıntıları asanlaşdırarsan. Buradan alınan mesaj budur ki, Allah nəyisə asan edibsə, heç kim Allahın qərarını dəyişə bilməz. Təhlil et və əzbərlə. Dua iki hissədən ibarətdir və bu şəkildə rahatlıqla əzbərləmək mümkündür. Allahümme la səhlə illə mə cealtəhu səhlən və əntə tec'alul hazana izə şi'tə səhlən. Bu günlük də bu qədər. Daha çox dua və zikirləri öyrənmək və əzbərləmək istəyirsinizsə, YouTube'da Bəyyinə kanalına keçid edə bilərsiniz. Videolardan anında xəbərdar olmaq üçün bildirişi aktiv etməyi unutmayın. Vəssalamu aleykum.